Təbii ki, biz törəmədən danışmamışdan öncə gəlin bir dəyişmənin orta sürəti, funksiyanın belə deyək, hər hansı nöqtədə ani sürəti və təbii ki, cismin orta sürətindən də danışaq. Bax, fərz eləyək, bir cisim müəyyən bir yolda dəyişkən sürətlə hərəkət edir. Bu cismin həmin yolda hərəkət etdiyi sürətin orta qiymətini tapmaq üçün bu düsturdan istifadə edirik. Delta biz bilirik nədir? Delta nəyinsə artımını göstərir, yəni yol artımını. Delta T-yə olan nisbəti, T isə zaman artımını göstərir, delta T. Məsələn, bir dənə nümunə götürək. Tutaq ki, bizə bir yol düsturu verib, tutaq ki, düz xətlə hərəkət edən bir yol verib, 2T kvadratı üstə gəl 1 və sizə sual verir. 1-5 zaman aralığında orta sürəti tapın. Baxın, necə tapacaqsınız? V orta sürət bərabərdir. Əvvəlcə siz S5-i tapırsınız və S1-i tapırsınız. Bunları bir-birindən çıxırsınız. 5 çıx 1-i də məxrəcə yazırsınız. Deməli, zaman fərqini məxrəcə, yol fərqini surətə. S5 nə deməkdir? 25, 2-yə vurdunuz. 50, 50-nin üstə 1, 51. 1, 3, bu da eləyəcək 3. Burada da 4. Bunun cavabı verəcək sizə orta sürətin qiymətini. Bəs yaxşı, cismin orta sürətini öyrəndik. Bəs belə deyək, hər hansı bir funksiyanın orta sürət anlayışı nəyə deyirik? Baxın, tutaq ki, bizə hansısa bir funksiya verilib. Tutaq ki, belə bir fx funksiyası verilib. Fx funksiyasının, bax, fərz eləyək, bu A nöqtəsində aldığı qiymət bərabər olsun fa qiymətinə. B nöqtəsində aldığı qiymət isə bərabər olsun fb qiymətinə. İndi burada bir şeyə fikir verin, fb qiymətinə. Baxın, bu A ilə B nöqtələri arasındakı məsafəni birləşdirirəm. Burada da birləşdirirəm. Burada bir bucaq alındı mı? Bəli, alındı. Yəni, belə deyək, bu hansı ki, düz xəttin bucaq əmsalı deyirdik, K, söhbət həmin bucaqdan gedir. Həmin bu tangens alfa, yəni o K-yə bərabər olan tangens alfadır. Və gəlin görək bu nəyə bərabərdir. Görürsünüz, burada bir düz bucaqlı, üç bucaq yaranıb. Bunların arasındakı fərq B minus A fərqidir, argumentlərinin fərqi. Bunların arasındakı fərq isə FB minus FA fərqidir və düzbucaqlı üçbucaq üzərində də bu FB minus FA bölünsün B minus A nisbəti verirmi? Verir. Baxın, buna deyirik biz funksiyanın dəyişməsinin orta sürəti. Yəni, həmin bu nisbət kəsən ki, çəkilib bu funksiyanın qrafikinə, o kəsənin əmələ gətirdiyi bucağın tangensinə bərabərdir və ya K-yə bərabərdir. Bəs, baxın, bu dəyişmənin orta sürətidir. Funksiya dəyişməsinin orta sürətidir. Bir də var ani sürət anlayışı. Bəs ani sürət nədir? Təsəvvür edin ki, indi baxın, bu, bax, burada belə çəkək qrafiki. Gəlin, burada çəkək. Baxın, dəyişmənin ani sürəti nədir? Bax, fərz eləyək ki, belə bir qrafik verib. Burada bir nöqtəmizi versin. Tutaq ki, x0. Burada da bir nöqtəmizi versin x. Bu da bir fx funksiyasının qrafikidir. Baxın, dəyişmənin ani sürəti odur ki, indi təsəvvür edin ki, bax, bu x nöqtəsi get-gedə x0-a yaxınlaşır. Onda qiymətlər, bax, bunun qiyməti nədir? Fx0. Bunun da aldığı qiymət olsun fx. Bu get-gedə bura yaxınlaşırsa x0-a. Deməli, baxın, hal-hazırda bunların arasındakı bucaq fərz eləyək ki, bu qədərdir. Əgər bu x-i x0-a yaxınlaşdırsaq, haradasa baxın, x0-a yaxın olan qrafikdə, tutaq ki, yenə elə bir əyri çəkmişəm. Təsəvvür edin. Yenə elə bir əyri çəkdim. Lakin bu dəfə x0-nın x-i daha da yaxınlaşdırıram buna. Artıq sizin o, baxın, kəsəniniz arasındakı bucaq daha da kiçiləcək. Bu x0-a yaxın olduqca bu bucaq kiçilməyə başlayacaq. Və həmin kiçilə-kiçilə bucaq artıq gəlib onun limit qiymətinə çıxacaq. Yəni, deyəcək ki, əslində elə bu törəmənin tərifi də buradan başlayır. Funksiyanın dəyişməsinin orta sürətini hesablayanda biz əgər x-i x0-a yaxınlaşdırsaq, onda bu çevrilir olur ani sürətə. Yəni, hansı nöqtədəki ani sürətə? Limit
x-ımız eğer x sıfıra getdikcə yaxınlaşarsa, hər dəfə buna yaxın olduqca f(x minus f(x sıfır) bölünsün deməli x minus x sıfır adlanır ani sürət və ya nöqtədə funksiyanın sürəti anlamına gəlir. Bəs yaxşı, törəmə anlayışı buradan necə çıxarılır? Ani sürəti başa düşdük. Ani sürət bu yaxınlaşma nəticəsində ortaya çıxır. Çünki biz hər dəfə bu x-i x0-a yaxınlaşdırdıqca bu arasındakı alfa bucağı getdikcə kiçilir. Yəni bu tangens alfaya bərabər olan bu bucaq getdikcə kiçilir və bu artıq nə halına gəlir? Bax, onu təsvir edeyim bircə dəqiqə. Bu hər dəfə kiçildikcə, bircə dəqiqə qrafiki burada istəyirsinizlə bunun üzərində çəkim. Kiçildikcə hər dəfə gəlib orada toxunan rolunu oynayacaq. Bu da olacaq bizə həndəsi məna törəmədən. Necə? Baxın, qrafik buydu. Bizdə dedik bura x0'dır, burada x-dır. Bu nöqtə buna yaxın olduqca, hər nə qədər yaxın olarsa, biz bunları birləşdirdikdə artıq bu nöqtəyə x nöqtəsi x0'a o qədər yaxın olacaq ki, bu nöqtənin yanında olacaq və çəkdiyimiz bu parça bunun toxunan rolunu oynayacaq A nöqtəsində. Baxın, əvvəl buradaydı, sonra bura çəkirik, sonra bura çəkirik. Getdikcə bu məsafə o qədər kiçilir ki, çəkdiyiniz o parça olur toxunan. Və onda belə deyirik ki, limit x yaxınlaşdıqca x0'a fx'ın çıx fx 0 və bölünsün x minus x0 ifadəsi k-yə bərabərdir. O da təbii ki, nəyə bərabərdir? Tangens alfaya. Hansı tangens alfaya? Bu toxunanın absis oxu ilə əmələ gətirdiyi bucağın tangensinə. Bəs yaxşı, törəmə dedikdə biz nə başa düşürük? Əslində, baxın, törəmə dedikdə də elə məna etibarı ilə budur. Bax, siz bilməlisiniz ki, bir arqumentin artımı deyəndə, delta x deyəndə, x minus x0 nəzərdə tutulur. Funksiya artımı deyəndə, delta fx deyəndə, fx minus fx0 nəzərdə tutulur. Və biz belə bir qayda deyirik ki, əgər x, delta x-ımız, yəni baxın bu x, x0'a yaxınlaşmağından söhbət gedir. Delta x-ımız sıfıra yaxınlaşanda, arqument artımımız sıfıra yaxınlaşanda, funksiya artımının, arqument artımına olan nisbətinin limiti varsa, həmin bu nisbət törəmə adlanır. Bu limitin cavabı törəmə adlanır. Yəni, yenə də deyirəm, törəmənin mənası nədir? Funksiyanın ani dəyişimində, yəni x-dan x0 fərqi, delta x-dan söhbət gedir. Bunu belə də yaza bilərsiniz. Limit x yaxınlaşdıqca x0'a x minus x0 fərqi fx minus fx0 fərqinin limiti varsa, bu həmən funksiyanın x0 nöqtəsindəki limiti adlanır və bu belə işarə olunur. Və həmçinin delta f nə deməkdir? Delta f o deməkdir ki, x üstə gəlinsin delta x minus fx, yəni arqument artımı, funksiya artımı, çıx funksiyanın özü bölünsün delta x. Delta x isə arqumentin artımı deməkdir. Bax, bu formulu gördüyümüz yerlərdə biz biləcəyik ki, limit var. Və yaxud bunu başqa cürdə yaza bilərsiniz. Məsələn, ola bilər ki, bizə belə bir qayda versinlər. Tutaq ki, deyir ki, f'2 5'dir. Fərz edək. İndi bax, bura sizə belə bir düstur yazır. Deməli, fx bərabərdir, fx minus f2, x minus 2. Deyir, bu nəyə bərabərdir? Bunun limit qiyməti. X yaxın olduqca 2'ye. Siz fikir verin, 2 nöqtəsini burada yerinə yazdıqda 0/0 qeyri-müəyyənliyi alınır. Yəni, bir növ limitdən biz törəməyə gəlirik. Bunların ikisi də bir-birindən onsuz əlaqəlidir. Bax, bunun cavabını istəyər məndən. Elə bu düsturumuz f'2 demək deyilmi? 2 nöqtəsində funksiyanın törəməsinin düsturu deyilmi? Onda deməli bunun qiyməti 5'ə bərabərdir. Yəni bu açılış, bu düstur törəmənin olması anlamına gəlir. Baxın, buraya yazılan bu düstur. Həmçinin yuxarıdakı ilə də ifadə edə bilərsiniz. Bu fx0 nöqtəsində funksiyanın törəməsinin düsturudur və törəməsinin olduğunu göstərir. Bunu da siz misal həllərində görəcəksiniz.
Deməli, törəməni bəs necə işarə edirik? Gəlin onu aydınlaşdıraq. Törəmə nədir? Törəməni işarə eləmək üçün bilirsiniz, f'(x)-dan d-dən differensial işarəsindən istifadə edirik. Baxaq. Törəmədə deməli işarə oluna bilər f'(x). İşarə oluna bilər df böl dx. Bu yazılışa da Leibniz yazılışı deyirlər və bu da diferensiallamanı göstərir. Ümumiyyətlə diferensiallama nədir? Riyaziyyatda toplama, çıxma, vurma, bölmə, qüvvətə yüksəltmə, kök alma əməllərinin olduğu kimi diferensiallama əməli də var. Diferensiallama əməli törəmənin tapılması əməlinə deyilir. Bir funksiyanın törəməsinin tapılma əməli riyaziyyatda növbəti əməl olaraq diferensiallama əməli adlanır. Və əgər f(x) funksiyasının x0 nöqtəsində diferensiallanandırsa, o bu şəkildə göstərilir. Bu belə. İndi gəlin artıq biz bildik ki, törəmə dedikdə nə başa düşürük? Törəmənin həndəsi mənası dedikdə hər hansı bir əyrəyə, hər hansı bir x0 nöqtəsində çəkilən toxunanın absis oxu ilə əmələ gətirdiyi bucaq nəzərdə tutulur. Yəni k bərabər tangens alfa, o da bərabər f'(x0-a. Baxın, bu üçlüyü yaddan çıxarmayın. Biz buna deyib baxırıq törəmənin həndəsi mənası kimi. Yəni törəmə hardan irəli gəlir? Funksiya dəyişimində ani sürətdən. Funksiya dəyişiminin ani sürəti deyəndə funksiyada iki nöqtəsi arasındakı dəyişim, yəni artım sıfıra yaxınlaşanda, əgər bu belə deyək, funksiya artımının, arqument artımının olan nisbətinin limitini tapmaq mümkündürsə, həmin limit cavabı törəməyə bərabər olur. Və biz bütün funksiyaların da törəməsini bu düsturdan alırıq. Bu törəmənin fiziki mənası, bu törəmənin nəzəriyyəsi haqqında belə. İndi gəlin törəmənin üzərində əməllərə baxaq. Cəmin, fərqin, hasilin və qismətin törəməsini necə tapırıq biz? Birinci bu 4 əməli öyrənək. Biz bilməliyik ki, cəmə də, fərqə də törəmə taparsaq, cəmin və fərqin törəməsi törəmələr cəmi törəmələr fərqinə bərabərdir. Hasilin törəməsi verilə bilər sizə. Hasilin törəməsi dedikdə u-nun törəməsi vur v plus v-nin törəməsi vur u kimi nəzərdə tutulur. Qismətin törəməsi kəsrlə verilmiş funksiyaların və ya bir nisbətin törəməsi necə tapılacaq? Məxrəcin kvadratı, surətin törəməsi vur məxrəc, üstəgəl məxrəcin törəməsi vur surət kimi hesablanacaq törəməmiz. Daha sonra törəmənin cədvəlinə keçək. Törəmədə hansı düsturlarımız var? Birinci başlayırıq nədən? Sabit ədədlərin törəməsi. Hər kəsin bildiyi kimi sabit ədədlərin törəməsi sıfırdır. İkinci, qüvvət funksiyalarının törəməsi. X üstə n şəklində funksiyanın törəməsi n önə keçir, x üstə n minus 1. Məsələn, 5x üstü 4-ün törəməsini tapmaq istəyirsinizsə, bu 20x-in kubu eləyəcək. Üçüncü, əgər sizə x-da 1-in törəməsini soruşursa, bu mənfi 1 bölünsün x kvadratı olacaq. Dördüncü, kosinus x-in törəməsi, bu bizə verəcək mənfi sinus x. Daha doğrusu, birinci yerə sinusdan başlayardıq, eybi yox. Sinus x-i indi yazaq. Sinus x-in törəməsi verəcək kosinus x. Altıncı, tangens x-in törəməsi. Tangens x-in törəməsi nədir? 1 bölünsün kosinus kvadratı x. Yeddinci, kotangens x-in törəməsi mənfi 1 bölünsün sinus kvadratı x. Səkkizinci, a üstü x, üstü funksiyanın törəməsi. A üstü x vurulsun, ln a. Başqa nə deyə bilərik? Doqquzuncu, deməli, loqaritmanın törəməsindən danışaq. Loqaritma əsasdan x-in törəməsi. 1 bölünsün, x vurulsun, ln a. Başqa, 10-cu, ln x-in törəməsini deyə bilərəm. Ln x-in törəməsi 1 bölü x-la hesablanır. 11. Y üstü x-in törəməsi y üstü x-a bərabərdir. Başqa nədən danışaq? Tərslərdən danışmadıq. Tərslərdən də danışaq biraz. Tərs trigonometrik funksiyaların törəməsindən. Sonra növbəti artıq funksiyanın törəməsinin qrafikdə həllini öyrənəcək. Deməli, arc sinus x-in törəməsi
və dərsin sonunda da test həllərinə baxacaq. 1 minus x kvadratına bərabərdir. Arc cosinus x-in törəməsi isə mənfi 1 bölünsün kök altda 1 minus x kvadratına bərabərdir. Arc tangens x-in törəməsi 1 bölünsün 1 plus x kvadratına bərabərdir. Arc kotangens x-in törəməsi isə sadəcə bunun mənfisidir. 1 bölünsün 1 plus x kvadratı şəklində olur. Bir də mürəkkəb funksiya anlayışı var. Bu mürəkkəb funksiyanı mən düsturla verməyi sevmədiyim üçün düsturla deməyəcəm. Hər funksiya üzərində misal göstərəcəm. Məsələn, baxın. Sinus x-in törəməsi məlum məsələdir ki, bərabərdir kosinus x-a. İndi sizə verib ki, sinus 3x. Sinus 3x bir mürəkkəb funksiyadır. Necə tapacaqsınız törəməsini? Bir dəfə 3x-in törəməsini tapırsınız. Bir dəfə sinus 3x-in törəməsini tapırsınız. 3x-in törəməsi 3 eləyir. Sinusun da törəməsi kosinus 3x eləyir. Və yaxud məlum məsələdə ln x-in törəməsi indi dedim x-da 1-dir. İndi sizə lazımdır ki, ln 3x plus 5-in törəməsini tapasınız. Nə yazacaqsınız? Bir dəfə içəridəki 3x plus 5-in törəməsi, bir dəfə isə ln 3x plus 5-in törəməsi. Deməli, 3x plus 5-in törəməsi 3-ün törəməsi, 3x-in törəməsi 3, 5-in törəməsi 0. ln-in törəməsi nədir? 1 bölünsün 3x plus 5. Yəni 3 bölünsün 3x plus 5 olacaq törəməsi. Başqa, məsələn, deyə bilərik ki, y bərabərdir sinus x kvadratının törəməsini tap. Gəlin tapaq. Siz bir dəfə buna sinus x funksiyası kimi yanaşıb törəmə tapırsınız. Bir də burada kvadratik funksiya var. Yəni mürəkkəb funksiya nələrdən düzəlibsə o şəkildə törəməyə baxırsınız. Sinusun törəməsi kosinus x-dir. Qüvvət funksiyasının törəməsi necə tapılarsa, siz kvadratın törəməsini elə tapacaqsınız. 2 sinus x. Bu da nəyə bərabər olur? Elə düstur olduğu üçün sinus 2x-a. Məncə bu da aydındır. Məsələn, kökün törəməsindən danışaq. Kökün törəməsini dərsin əvvəlində yazdıq. Məsələn, kök altda x-in törəməsi dedik. 1 böl 2 kökdə x-dir. İndi sizə verə bilər ki, kökün altında 3x minus 6-nın törəməsini tap. Necə tapacaqsınız? Bir dəfə 3x minus 6-nın törəməsi vurulsun. Bir dəfə də bütöv kökün törəməsi. 3x minus 6-nın törəməsi bu 3-dür. Kökün törəməsi isə 1 bölünsün 2 kök altında 3x minus 6-dır. Yəni, mürəkkəb funksiyaların hamısı bu gedişatla tapacaq. Hətta baxın, y-lərdən birini götürək. Y-nin törəməsini yazdıq, düzdürmü? Y üstü x-in törəməsinə yazdıq ki, elə özünə bərabərdir. İndi bizə verir ki, y üstü 3x kvadratı minus 2x-in törəməsi. Artıq siz bilirsiniz, bu mürəkkəbdir. Bir dəfə siz 3x kvadratı minus 2x-in törəməsini tapacaqsınız. Bir dəfə də bütövlükdə y üstü 3x kvadratı minus 2x-in törəməsi. 3x kvadratının törəməsi eləyəcək 6x. Mənfi 2x-in törəməsi mənfi 2. Y-nin də törəməsi elə özünə bərabərdir. Bir dəfə də bunu y kimi tapacaqsınız və bu verəcək bizə törəmənin üstünü. Yaxşı, başqa nə mürəkkəb funksiya götürə bilir? Məsələn, fx bərabərdir 3x minus 1 üstü 8. Deyir, törəməsini tap. Bu bir mürəkkəb funksiyadır. Bir dəfə siz 3x minus 1-in törəməsini tapırsınız. Bir dəfə də qüvvət funksiyası kimi yanaşıb tapırsınız törəməni. 3x-in törəməsi 3, sabitin törəməsi 0. Qüvvət funksiyası kimi necə tapacaqsınız? 8 önə keçəcək. 3x minus 1 üstü 7 olacaq. Yəni 24, 3x minus 1 üzəri 7.